sahibimiz 1-ci Qarabağ müharibəsi qəhrəmanı Elxan Əliyevdir. Elxan Şirbağıroğlu Əliyev 1970-ci ildə Lerik rayonunun Çayruq kəndində dünyaya göz açıb. 1-ci Qarabağ müharibəsində yenilməz Lənkəran batalyon tərkibində döyüşən Elxan göstərdiyi qəhrəmanlığına görə Rembo ləqəbini alıb. Öz həyatı ilə əlaqədar olaraq 1-ci Qarabağ müharibəsində ağır zədəsinin sağalması məqsədi ilə Hollandiyaya yollanan Elxan elə orada da yaşayır. Amma aprelin əvvəlində baş verən 4 günlük müharibədən sonra Elxan vətənə qayıtdı. Xaricdə yaşamasına baxmayaraq Qarabağ həqiqətlərin çatdırılmasında da fəal iştirak göstərir. Elxan müəllim, siz Azərbaycanın 1-ci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş bizim igid oğullarımızdan birisiniz. İstərdim 1-ci Qarabağ mövzusuna biz giriş etməmişdən əvvəl sizin uşaqlıq və gənclik illərinizdən söhbət açardıq. Və sualım belə olacaq ki, sizin uşaqlıq və gənclik illəriniz necə keçib? Lerik rayon Çayruq kəndində orta təhsilimi başa çatdırandan sonra Bakı şəhərində texnikuma daxil olmuşam. Orada təhsilimi davam etdirəndən sonra hər zaman bir hərbiyə bir yaxınlaşma, hər zaman bir hərbidə olmaq ehtirasım olub. Onda Sovet orduları sırasında Almaniyada əskərlik keçəndən sonra Azərbaycana qayıtdım. O zaman da Azərbaycanda artıq Sovet dövlətindən ayrılmış yeni bir ölkə, yeni bir Azərbaycan vardı. Mən də özümü hər zaman o zamanki xalq cəbhəsi sıralarında görmək istirdim. Vətən üçün nəsə etmək üçün çalışırdım. O dövrdən olaraq artıq yavaş-yavaş Qarabağdakı olan hadisələr, Azərbaycanda baş verən hadisələr hər bir Azərbaycan vətəndaşı kimi mənə də öz təsirini göstərdi. 1992-ci ildən demək olar ki, mən Qarabağ cəbhəsinə yollanmaq istədim, amma ilk öncə hərbi komissarlığa könüllü olaraq müraciət etdim və bizi Lənkəran Özünü Müdafiə Batalyonuna yolladılar. 23 mart 1992-ci ildə Lənkərana gəldik. Orada uzun bir müddət Lənkəranda hazırlıq kursları keçdik, təlimlər keçdik. İyul ayında ilk dəfə olaraq Lənkərandan Tərtər rayonuna 376 nəfərlik əskər və zabit heyəti və onlarla tank, BMP, başqa 6 top mina atan digər hərbi ləvazimatlarla Tərtər şəhərinə gəldik. O zaman demək olar ki, Tərtər də boşalmışdı. Bərdə də problemlər var idi. Və biz Tərtərin rayon mərkəzində yerləşəndən sonra o zaman ermənilərin adlandırdığı məncə Marquşavan, biz də Şəhriyar qəsəbəsi deyirdik. Ora keçdik və oradan biz artıq döyüşlərə başladıq. Siz 1-ci Qarabağ müharibəsində yaralandınız və öz səhhətinizlə bağlı deyək, öz səhhətinizlə əlaqədar yollandınız Hollandiyaya və digər işlərinizlə hal-hazırda Hollandiyada da. Aprelin əvvəlində 4 günlük müharibədə necə oldu ki, siz vətənə qayıtmaq haqqında qərar verdiniz? Mən keçdiyimiz aprel ayının 1-dən ikisinə keçən gecədən bu yana demək olar ki, rahatlığım yoxdur. Heç bir yuxum yoxdur, gecələr yatmıram, çox narahatam. Hamı ki, bütün Azərbaycanlılar kimi mən də öz vətənim üçün darıxıram. Öz vətən bir an öncə işğal olunmuş torpaqlarımızın azad olunmağını istəyirəm. Həm də mənim ailəmdən bu saat ön cəbhədə bir neçə nəfər var. Öz doğma qardaşım bu saat cəbhə bölgəsindədir, ön xəttdədir. Başqa bir xalam nəvəsi ön cəbhədədir, ikisi də zabitdilər. Sonra əskərlərimiz var, yaxın qohum, 1-ci dərəcəli qohumlardan. Mən də həm onların yanında olmaq üçün, o daha çox dəstək olmaq üçün, bir də döyüşmək üçün gerçəkdən keçmişi xatırlamaq. Onun üçün mənim keçmiş könüllü döyüşən əskərlərin çoxu ilə əlaqədayam. Biz bir-birimizi axtarırıq, hər zaman bir-birimizdən söhbətlərimiz olur, görüşürük, imkan dairəsində görüşürük, ya da ki, indiki texnikanın verdiyi imkanlardan istifadə edirik, bir-birimizdən münasibət qururuq. Onun üçün
Onlar Rusiyada çox var, Avropada, Amerikada, başqa dövlətlərdə çoxlu keçmiş döyüşçülər var. Biz bir şey düşündük ki, artıq yavaş-yavaş vətənə doğru dönək. Artıq bizə orada ehtiyac var. Xalqın birliyini gördük. 2 apreldən sonra Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini gördük. Və keçmişdən az da olsa xalqın içində tanındığımız üçün, mən də başda olmaqla, bu məqsədlə nə olursa olsun bir an Azərbaycana gəlməyi düşündüm. Və bu düşməni öz torpağımızdan uzaqlaşdırmağı, işğal olunmuş ərazilərimizi ermənilərdən azad etmək üçün özümün burada olduğumu bir borc bildim. Onun üçün buradayım. Gələn kimi cəbhə bölgəsinə getdim. Orada bir müddət orada oldum. Qarşı-qarşıya o hissi yaşamaq, onu görmək, o nəfəsi almaq, o barıtın iyini hiss etmək, vətən torpağının nə olduğunu, nə üçün insanların öldüyünü, bunu anlatmaq bəlkə də mənim üçün bir başqa forma, bir başqa çətindir. Bəlkə də kimsə məni anlaya bilməz. Rahat bir həyatımı Avropada atdım. Hər imkanım var idi, geri döndüm. Amma mənim üçün bu tam başqa bir şeydir. Bu bir namusdur. Vətən mənim üçün anadan əvvəl vətənim gəlir, sonra öz anam gəlir. Hər zaman belə deyirəm. Məni tanıyan hər kəs bunu belə bilir. Onun üçün biz hamımız həyatdan köçüb gedərik, amma gələcək nəsillərimizə nə verərik? İşğal olunmuş əraziləri problemini özümüz həll etməliyik ki, gələcək nəsillər də bunu qorumağı bilsin. Bunun üçün Azərbaycana gəldim. Bir an öncə müharibənin başlayacağını və orada iştirak etmək üçün özümü bura aid olduğumu hiss etdim. Onun üçün buradayım. Siz 1-ci Qarabağ müharibəsində qeyd etdiniz ki, siz vətən uğrunda, vətənin vahidliyi uğrunda döyüşdünüz və öz qəhrəmanlığınızdan, igidliyinizdən söz açdınız. Mən istərdim ki, sualı belə qoyum. Sizin 1-ci Qarabağ müharibəsinə Tərtərdən başlanan döyüş karyeranızda ən yadda qalan xatirələr hansılar olub? Mənim üçün ən çox 1-ci Qarabağ döyüşündə Kasapet əməliyyatı heç vaxt unudulmayacaq bir əməliyyatdır. Amma Kasapetə qədər uzun bir yol vardı. Məsələn, biz həmən dediyim bu Şəhriyar qəsəbəsindən Həsənqaya tərəfindən hücuma keçdik. Çox böyük o zaman qələbələr qazandıq. Çox erməni, çox böyük itkilər verdi. Biz tərəfdən də itkilər olurdu. Amma biz daha güclü hazırlaşmışdıq. Olduğumuz batalyon 376 nəfər demək olar ki, hamısı könüllülərdir və çoxu Əfqanistan və xüsusi təyinatlı rotalarda xidmət etmiş insanlardır. Onun üçün bizim üçün döyüşmək o zaman daha çox asan idi. Daha çox vətənpərvərlik çox vardı içimizdə. Məsələn, o zamanki insanların da beynində başqa bir qarışıq fikirlər yox idi. Bəlkə də var idisə biz onu görə bilmirdik. Onun üçün biz bölgəyə başqa bir bölgədən gəlmişdik, Lənkərandan gəlmişdik. Onun üçün qısa müddətdə çox böyük irəliləyişlər baş verdi. Demək olar ki, 3 həftəyə yaxın bir müddətdə biz Ağdara istiqamətindən, orada bir neçə bölgə var, postqayı deyirlər, oradan sağa çox böyük bir ərazini ermənilərdən azad etdik. İndiki bu Talış Madagiz deyilən bölgənin çayın sol tərəfi ilə ta Metçenə qədər o ərazini boşaltdıq ermənilərdən və Kasapetdə Metçenin üstündə meşəlik bir bölgədədir. Çox təhlükəli, çox stratejik bir bölgə idi. Onun üçün Avqust 1992-ci ildə biz ora bir neçə dəfə hücum təşkil elədik. O zaman artıq biz nəyinsə düz olmadığını hiss edirdik, amma bunu başa düşə bilmirdik. Məsələn, 1-ci Kasapet hücumunda bizə qarşı Azərbaycanın başqa bir batalyonunun, indi adını çəkmək də yersizdir məncə, bizə qarşı bir xəyanətini gördük. O zaman biz 17 şəhid verdik. O zaman mənim üçün çox ağır keçən bir vaxt oldu ki, mənim şəxsi o kəşfiyyat qrupumdan bir neçə uşaq şəhid düşdü. Onlardan biri də Mehman Bağırov idi. O zaman ermənilər onu çox vəhşicəsinə qətl etmişdilər. Kəşfiyyat rəisi Mayor Əliyev.
Bu həmin BMP-dir ki, 017 nömrəli BMP kəşfiyyat vüzuruna məxsusdur. Bu batalyon qabağında hərəkət etdiyi zaman biz razvedka qrupu gələndə həmin BMP-ni vurdular və BMP yanmağa başladı. Bu zaman ekipaj qrupunun bir nəfəri diri tutublar, qalan isə BMP-də yanmışdı. Həmin diri tutulan şəxs Mehman Bağırovun burada ağacın dibində yerə ağaca bağlanmış və onu yandırmışdılar. Onu yandırma forması da ki, deməli kaskanı onun başının üstündən asıb, salyarka ilə doldurub kaskaya deşik açıblar. Kaskanı sonra ona od vurublar, kaska yavaş-yavaş onun başına damcılanıb, həmin salyarka. Orada o axıra qədər deməli salyarka qutaranaca o da yanılmış. Yanandan sonra da onun sinəsinin üstünə bir dənə çörək, bir parça da qan qoydular. Bu da onu bildirir ki, onlar bizə demək istəyir ki, bizim sizlə mehribançılığımız həmişə belə olacaq. Bu da bizim kəşfiyyat zonunun taleyidir. O zaman yəni danışılacaq qədisi deyil ki, bizim bir övladımızı, hətta kaskanı ağaca tikmişdilər. Bunlar hamısı fakt idi ki, mən incitmək üçün ya da nəsə bir başqa bir ondan bir nəsə almaq üçün, bir bilgi almaq üçün onu çox vəhşicəsinə orada qətl etmişdilər, şəhid etmişdilər. Bunu heç vaxt unutmayacağım bir hadisədir. Bir neçə vaxtdan sonra mən yenidən Lənkərana qayıtdım. O zaman bizdə komandir briqada Nəcməddin Sadıqov idi. Mən Lənkərana ilk dəfə olaraq bizim batalyon üçün BMP-2 hərbi maşınını gətirdim. Özüm də sırf onun bilicisiyəm. Sovet dönəmində mən onu yaxşı öyrənmişdim. Və biz Kasapeti ikinci həmlədən öz gücümüzə aldıq. O zaman demək olar ki, bizim masallı könülləri vardı, 30 nəfər. Onlardan bir nəfər yaralandı. Başqa heç bir itki vermədən Kasapeti aldıq. Amma Kasapeti alandan sonra çox böyük bir faciə yaşadıq. O da bizim komandirimiz Fəxrəddin Həbibovun minada, tankla minaya düşməsi idi. Demək olar ki, o orada diri-diri yandı. Hələ ölmədən biz onu hərbi hospitala yetişdirdik, sonra Bakıya göndərdik. Amma aldığı çox dərin yanıqlardan dolayı məncə 29 saat eşitdiyimizə görə o şəhid düşdü. O da əlbəttə bizim batalyon üçün çox böyük bir itki idi. Batalyon demək olar ki, öz o necə deyirlər, onurğası batalyonun qırıldı demək olar. Ondan sonra çox böyük problemlər yaşamağa başladıq. Və o dönəmdən sonra bir müddət sonra bizim batalyon başqa bir batalyon əvəz olundu. İlk batalyonumuz geriyə yola salındı. Amma o zaman məsələn bizim Gəncə batalyonu ilə bir yerdə olduğumuz, Tərtər batalyonu, Mingəçevir batalyonu, o uşaqlarla qısa bir müddətdə bir dostluq, bir qardaşlığın yaranması, bunlar gözəl şeylərdir. Normal həyatda bəlkə bunlara illər lazımdır, amma savaş dönəmində o ölümə bir addım olan məsafədə bunlar çox qısa bir zamanda baş verir. Mənim yaxın bir tanıdığım Həsən Qayada olan dövrdə məncə Tərtər batalyonundandır. Şakir adlı bir oğlanla tanış oldum. 2 gün bir yerdə qaldıq. Mən artıq kəşfiyyat işləri aparırdım ondan. 3-cü gün bir döyüş başladı. Çox böyük bir hücum. Bəlkə də 1000-dən çox əskər o zaman 50-yə yaxın texnika ilə hücuma keçdik. O zaman geri dönərkən artıq Şakirin vurulduğunu gördüm. O mənim üçün məsələn çox ağır bir dönəm idi. Elə bil o zaman ondan sonra həyat, hər şey mənasız olur. Artıq bir dostluğu, bir qardaşlığı itirirsən. Belə epizodlar ağır olur, yaşayır. Amma ki, dediyim kimi bundan sonra başqa işlərdə Fəxrəddin Həbibovun şəhid düşməsi, məsələn, o zaman Nəcməddin Sadıqova zəng etdiyim çox yarım saatın içində vertolyot təşkil etdi. Bizim komandiri Bakıya yolladılar, amma həyatda qalmadı. Artıq o Allahın bildiyi bir işdi, şəhid oldu. Birinci Qarabağ müharibəsində Azərbaycan ordusunun gücü ilə
bu 4 günlük müharibədə Azərbaycan ordusunun gücün bir uzlaşmasını istərdim siz edərsiniz. Keçmişlə indiki arasında, keçmiş yəni Azərbaycan ordusu, indiki Azərbaycan ordusu arasında nə fərqlər var, nə fərqlər görə bildiniz? 1990-94 illəri arasında Azərbaycan ordusunda Sovetlər Birliyindən qopmuş bir Azərbaycan və başında bir sürü problem və bir içəridə olan bir neçə problem ki, hər kəs hökumətə gəlmək istəyir, hər kəs nəsə başqa bir düşüncələri var. Ayrı-ayrı batalyonlar, kimsə kimsəni eşitmir, biri irəli, biri geri. Amma bugünkü gündə isə vahid bir komandanlıq var. Bu fərqi görə bilirik artıq. Bugünkü gündə çox böyük imkanlara olan bir Azərbaycan ordusu var. Dünyada mövcud olan ən son silahlarla silahlanmış bir Azərbaycan ordusu var. Amma 1992-ci ildə isə çox böyük bir ruh vardı. Könüllülər gedirdilər, əllərində qoşallə ilə, yaxud da 3-5 nəfərə bir avtomatla döyüşürdülər. Onlar da heç düşünmədən şəhid olurdular. Yəni bunu da düşünmə, bunun da böyük fərqləri var. Amma 92-ci ildəki Azərbaycanla bugünkü Azərbaycan arasında çox böyük bir fərq var. 92-ci ildəki Azərbaycana ətraf qonşularımız yağlı bir tikə kimi baxırdılar. Bir an öncə onu dağıdıb, Rusiya onu öz ərazisinə qatmaq, Türkiyənin öz çıxarı, İranın öz çıxarı, Avropanın, dünyanın öz çıxarı olan bir Azərbaycan vardı. Amma bugün Azərbaycan müstəqil bir siyasəti var. Vahid bir komandanlıq altında. Qarabağda da mən bunu gördüm və çox da xoşuma getdi gerçəkdən ki, yəni biri irəli, biri geri əmri verməyəcək. Ən azından bu səbəbdən bəlkə də şəhidlərimizin sayı 92-ci ilə olan şəhidlərimizin sayından daha az olacaq. Bu nəzərdən bugünkü gündə mən bunu daha doğru qiymətləndirirəm, daha doğru görürəm. Amma nə olursa olsun, məncə Azərbaycanda əgər bir müharibə təhlükəsindəyik, müharibə başlayan zaman könüllülərdən istifadə olunması çox doğru bir haldır. Hər zaman qeyd etdiyim kimi 18-19 yaşlı gənclərin bir gələcəyi var. Onlardansa yaşı 30-40 arasında olan insanlardan daha çox istifadə eləmək lazımdır. Əgər inşallah biz torpaqlarımızı geri qaytarsaq, yenidən gənclərin, oradakı insanlara, gənclərimizə ehtiyacımız olacaq. Məncə bunun üstündə düşünmək lazımdır. Bu müharibə başlarsa bir an öncə könüllülərdən istifadə etmək lazımdır. Siz öz karyeranızdan söhbət açdınız və gedən döyüşlərdən və digər məsələlər haqqında bir söhbət açdıq. Və istərdim, Elxan bəy, belə bir məsələ var ki, sizin ləqəbləriniz var ki, sizə Rembo ləqəbin adını veriblər və sizi Rembo olaraq tanıyırlar. Elxan kimi yox, Rembo kimi tanıyırlar. İstərdim sizə verilən bu ləqəblər haqqında öz fikirlərinizi bildirərdiniz. Yəni, bu ləqəblərə qarşı münasibətiniz necədir? Doğrusu heç özüm də bunu bilmirdim. İlk dəfə Tərtərə gələndə orada biz Tərtər batalyonu ilə çox yaxın münasibətdə olduq. Orada indi Azərbaycanın milli qəhrəmanı Məhəmməd vardı, maşallah müəllim. Sonra Elman, bir də Valih, bu insanlar çox isti münasibətdəydik və bu ləqəbin hardan yaranmasını mən heç özüm də bilmirəm. Bir neçə hadisə yaşadıq. Həsənqaya tərəfində ilk döyüşlərdə bir neçə vəziyyətə düşdük. Ondan biz çox biliyimiz vasitəsilə çox effektiv iş gördük. Onun qarşılığında bəlkə də oradan gəldi. Mən özüm də bilmirdim. Amma sonra indi olmasın Fəxrəddin Həbibov gəldi mənə dedi. Dedi, sən nə edirsən? Dedim, bilmirəm, elə bütün vəzifəmizi yerinə yetiririk. Dedim, hər kəs səndən danışır. Biz bura gəldiyimiz 2 həftədir, artıq hər kəs səndən danışır, hər kəs səndən maraqlanır. Onun üçün o ştaba tez-tez ged-gəl eləyirdi. Ondan mən də eşitmişdim. Sonra jurnalist o zaman Emin Eminbəyli gəlmişdi, bizdən müsahibə götürdü, film çəkdi Kasapetdə. Özüm bilmirdim bunun hardan çıxdığını. Yəni, özüm az əvvəl sizə qeyd etdim, mən Lerik rayonunun bir kəndindənəm. Oradan hansısa bir düşüncəm ancaq gəlib vətənə xidmət etmək, nəsə etmək. Bəlkə də mən Sovetlər Birliyi dönəmində çox güclü bir hərbi təcrübəsi almışdım.
Mənim bəlkə də lirikdə yaşadığım çox çətin bir həyat dönəmi də vardı. Bunların da təsiri ola bilərdi. Amma bu adın necə, hardan, kim tərəfindən gəldiyini heç bir formada xatırlaya bilmirəm. Sizin döyüş karyeranızda heç vaxt unuda bilmədiyiniz hadisə nədir? Hansıdır? 92-ci ilin məncə sentyabr ayında Çıldıranda belə bir hadisə yaşadıq. O zaman qarşı-qarşıya demək olar ki, gözümün qabağında ermənilər qranatometlə bizim bir əskərin başının yarısını apardılar. Düz başından da idi. O zaman biz o şəhidi gətirdik. Mən özüm onu yudum. Belə şeylərdən heç çox çəkinməmişəm. Dəfin-kəfin etdik onu. Sabirabadın Cavad kəndinə gətirdik. Bir şəhidin evinə aparılmasının bir neçə dəfə yaşamışdım, amma bunun nə qədər böyük bir faciə olduğunu orada gördüm. Heç vaxt unutmayacağım bir iş vardı ki, onu Kür çayından keçirəndə o kəndə yol bərə ilə gedirdi. O həmən o bərəni işlədən həmən şəhidin qardaşı idi. Heç vaxt bunu unuda bilmirəm. Sonra orada səhər-səhər onlar sağ olsunlar bizə yer ayırdılar. Biz o kənddə qaldıq. Səhər biz qalxanda artıq onlar şəhidi dəfn eləmişdilər. Onda kənd mollasının bizə dediyi bir söz vardı ki, Allah razı olsun kim bunu dəfin-kəfin eləyib yuyubsa, biz daha heç bir iş bizim üçün saxlamamışdılar. Bunu şəxsən mən özüm etmişdim. Yəni bu Rasim adında bir əskər idi, səhv etmirəmsə. Heç unudamayacağım böyük bir, hər zaman çox ağrı ilə xatırladığım bir məsələdir. Azərbaycanda nə qədər qalmaq fikriniz var? Mən uzun bir müddət burada qalırıq, heç geri dönməyi də düşünmürəm. Yəni ki, hər gün eşitdiyim xəbərlər, hər gün bir acı xəbərlər də gəlir, bilirsiniz, şəhidlər də gəlir. Artıq geri dönməyi heç ağlımın ucundan da keçirmirəm. Bir an öncə bu savaş başlasın, bir an öncə bu məsələ həll olsun. Bəlkə də mən səhvəm, bəlkə də siyasi insanlar başqa düşüncələri var. Amma bir Qarabağ döyüşçüsü kimi inanın ki, 10 minlərlə Azərbaycan könüllüsü mənim bir kəlməmə bağlıdırlar. Onlar dünyanın harasında olursa olsun və yaxud da ki, Azərbaycanın hansı güşəsində olursa olsun, biz bir-birimizə çox bağlıyıq. Vətənimiz üçün bir gündə hər dəqiqə hazırıq. Onun üçün də mən buradayım və geri getməyi bu saat düşünmürəm, yəni heç ağlımın ucundan da keçmir. Elxan bəy, sizin bilirik ki, 1-ci Qarabağ müharibəsində pis xatirələr bizim yadımızda qaldı ki, bu yadınızda qalan bu mənfiliklər içərisində ən xoş xatirələr nələr idi? O haqda söhbət açaq. Valideynlərin gəlib uşaqlarının yanına, məsələn, döyüş olsa da 92-ci ildə mənim döyüşdüyüm dönəmdə biz ancaq torpaq azad edirdik. Onun üçün həqiqətən də şəhidlər verirdik, amma onun qarşılığında biz çox rahat bir həyat yaşayırdıq orada. Məsələn, hər kəsin içində bir qələbə sevinci vardı, bir rahatlıq vardı. Bəzən öz kəşfiyyat qrupumla döyüşdən qabaq biz gedərdik, bir çay evində döyüş bölgəsi də olsa, bir stəkan çay içib söhbət eləyərdik və yaxud gələn bir valideynin sovqatı aramızda bölüşəndə çox xoş hadisələr çox yaşamışıq. Bakıda məsələn mənim Zaur, Bəhruz adında əskərlərim vardı, sonra Xəlil, Ceyhun, bunların yanına gələnlər, yəni əskərin xatırlaya bildiyi xoş hadisə çox qısa, məsələn, bir valideynin gəlişi və yaxud öz aramızda belə bir əyləncənin təşkil olunması, belə epizodlar çoxdur. Orada o zamanki dostlarımızdan aramızda keçən hadisələr bu cürlə, amma orada başqa böyük bir sevinç, yəni böyük bir gürültü xatırlamıram. 1-ci Qarabağ müharibəsinin Rembosu, bəs bizim 4 günlük müharibədə olan Rembomuzu tanıyırmı? Mətbuatdan oxudum, səhv etmirəmsə Goranboy rayonundandır. Mən də çox üzüldüm, çox pis təsir etdi mənə. Doğrudan da həmən maraqlandım, onunla görüşmək istədim.
Dediler komadadır. Sonra geçen gün bir gazete müsahibə vermiştim. O xanım mənlə əlaqə saxladı. Mənə zəng etdi ki, dedi onunla görüşə bilərsiniz. Artıq ayılıb, ailəsini yanına buraxırlar. Siz də gedin ondan görüşün. Mənim də çox böyük arzumdur gedib onunla görüşmək, onun bir əlini sıxmaq, ona bir təşəkkür etmək. Azərbaycanda nə qədər bu Rembolar, Həzilər, digər qəhrəmanlarımız çox olarsa, o qədər tez torpaqlarımızın alınacağına inanıram. Onun üçün mən də çox həvəsli, çox tələsirəm. Doğrudan da birazdan ora getməyə hazırlaşıram. Bir an öncə gedib onunla görüşmək, ona təşəkkür etmək istəyirəm. Onu istərdim ki, öz son sözlərinizi deyirsiniz. Mənim əgər bir müharibə dönəmi varsa, ilk növbədə hamı çalışmalıdır ki, o cəbhə bölgəsində bir panik məsələsini aradan qaldırılsın. Əskərlərin panikə düşməsi çox böyük bir problemdir. Biz bunu 92-ci ildə də yaşadıq. Silahı atıb qaçırlar. Onlar düşünməlidirlər ki, heç bir yana bir avtomatın qabağından, bir silahın qabağından ayaq yalın bir yerə qaça bilməz. Onun üçün 92-93-cü il müharibəsində biz dəfələrlə şahidi olduq ki, əskərlər arxadan vuruldu. Sonra bəzi söhbətlər gəzdi ki, güya bunları öz müskülər arxadan vurulub. Bunların hamısı doğru deyildi. İçlərində nə xəbər olduğunu mən %100 deyə bilmərəm. Amma mən bunun %90'ını təsdiqləyə bilərəm ki, silahı atıb, qorxudan qaçıb, paniyə düşüb, geri qaçan əskərləri çox rahat arxadan vurmaq olur. Panik olmasın. Bunun üçün çox böyük bir güc sərf olunmalıdır. Məsələn, müharibə şəraitində panikliyi yaradan insanlara, o əskərdirsə, zabitdirsə, onlara qarşı çox ciddi ölçülər götürülməlidir. Bunun çox böyük təsiri olacaq. Onun üçün arxada düşünməlisən ki, arxada qaçacaq bir yer yoxdur. Bizimki bir tək irəli olmalı. İrəli gedib torpaqlarımızı azad etmək, haqqımız olan torpağımızı azad etmək, Azərbaycanın bir parçasını, cənnət güşəsini, Qarabağı geri qaytarmaq və gələcək nəsillərə bu problemi saxlamamaq. Ən böyük düşüncələrin, fikirlərin bunlar. And içirik biz, babalardan miras qalmış ulu torpağa, parlayacaq üzü nurlu xoş bir sabaha. And içirik biz, diz çökərək o üç rəngli uca bayrağa, yolumuz haqq, ümidimiz yalnız Allah'a.